Salam dostlar. Bu videonu çəkirəm çünki bu kriptoya inanıram. Bu gələcəyin bank sistemidir. Sistem kriptosudur. Bu kripto bir il ərzində gördüyünüz kimi 1123% qalxıb. Və bu cür kripto düşsə belə qazandırır. Yəni belə bir kripto yoxdur mənim fikrimcə, çünki bu gələcəyin kriptosudur. Burada gördüyünüz kimi bu kriptonu yaradan insanlar var. Hər kəs öz araşdırmasını etsin. Sistem öz içində hər gün bizə qazanc verir. Bu mənim öz VF-imdir. Bu həmən bankın içində olan o dediyim proqramdır. Gördüyünüz kimi hər gün gözümün qabağında burada mənə VF verir. VF görürsünüz 21.21. 21 dənə VF-im var. Bunun da dəyəri hal-hazırda $58 eləyir. Siz də öz araşdırmanızı edin. Sonra yatırım edə bilərsiniz. Gördüyünüz kimi burada 890 dənə Aytu almışam. Aytunu da mən indi 60 sent olub. Aytunu mən almışam 57 0.575 57 sent olanda almışam. Burada rəsmi sertifikat da verib. Gördüyünüz kimi. Bilinmir, mənim fikrimcə axırda $72.000 olacaq. Çünki mən bunu 2 illik kilitləmişəm bu kriptonu. Mən Aytunu aldığım üçün Aytu dəyərdən düşmür. Aytu dəyər qazanır. Hər gün yatırımcılar bura yatırım edirlər. Çünki bilirlər ki, burada yatırım bu kripto deyil. Çünki hal-hazırda bu Aytu deyilən bir sistem. Bu dəyər qazanır. Hər gün dəyərin qazanır. Bu düşmür. Ancaq qalxır. Bu da əlavədən bonus olaraq bizə Wi-Fi verir. Wi-Fi verir hər gün 3.6%-la. İllik 360 olmalıdır, səhv etmirəmsə. 350 ERP-la. İllik 350 ERP-la 1.53%-la hal-hazırda enerji dəyəri ilə mənə gəlir o pul. Burada gördüyünüz kimi birinci xətt, ikinci xəttdən gəlir hal-hazırda. Burada enerjiyə biz vurduqda, bu enerjidə hətta belə bir şey də sizə göstərim. $1000 pul qoyanda 3%-lıq, amma məndə gördüyünüz kimi 1.53 idi. Burada 3%-lıq gəlir əldə etmək istəyirsinizsə $1000 qoyursunuz, 5%-lıq $2000, 8%-lıq isə $3000 qoymalısınız. Yenə də hər kəs öz araşdırmasını etsin. YouTube-da bütün bilgilər var, məlumatlar var. Bu gələcəyin bank sistemidir. Burada indi bu kart bölməsini vururam. Kart bölməsini vurduqda burada mən qeydiyyatdan keçməliyəm, keçməmişəm. Çünki ehtiyacım yoxdur hələ ki. Gələcəkdə bütün alış-verişlər bu kripto üzərindən olunacaq. Bu bizə gələcəkdən xəbər verir. Burada hər kəs öz araşdırmasını etsin. Bu videonu çəkməkdə olan məqsədim bilgiləndirmək, insanların məlumatı olsun və mənim linkimlə əgər yatırım etmək həqiqətən fikrinə gəlsəz, mənim linkimlə qeydiyyatdan keçəndə orada mənim də istər-istəməz faizim olacaq. Həm siz də qazanacaqsınız, mən də oradan adam gətirdiyim üçün mən də qazanacağam. Bu belə bir sistemdir. Hər kəsin məlumatı var zaten bu haqda. Onun üçün bu videonu çəkirəm və istəyirəm ki, hər kəs bu gələcəyin bu proqramı olmağını bilsin ki, yəni belə bir proqram var. Bura yatırım etmək də çox asandır. Yatırım etmək burada, mən məsələn bura Binance-dan yatırım etmişdim. Binance-da USDT hesabından bu sent, bir də burada rezerv bir şey var. Bunu basansız, bu həmən bu linklə BNB Smart Chain Network sayəsində bura yatırım etmək olur çox rahatlıqla. Yəni böyük bir faizlə tutmur. Yatırım etmək bura çox asandır.
Binance tərəfindən. Videoya baxdığınız üçün sizə təşəkkür edirəm. Çox sağ olun. Hər kəs öz araşdırmasını etdikdən sonra mənim linkimdən daxil olub öz yatırımını eləyə bilər. Mən $500 yatırım etmişəm, artıq bir aydır, bir ay olmayıb, 20 gün olar. 20 gün ərzində mənə 21 Wi-Fi gəlir. 21 günə, hətta 21 günə 21 Wi-Fi gəlir. Bu da elə günə 1 Wi-Fi eləyir. Təbii ki, mən daha çox pul qoysaydım, daha çox Wi-Fi gələrdi. Mən bunu 2 illik kilitləmişəm. Siz istəsəz 1 illik, 3 illik, 4 illik, 5 illik daha çox faiz verir. 5 illik yenə də sizin biləcəyiniz işdir. Hər kəs öz araşdırmasını etsin. Məni dinlədiyiniz üçün sizə çox sağ olun deyirəm. Təşəkkür edirəm.